الحجة الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح. Et yapın, gözleyin, gözleyin. İllallah. Getirin bura. Koyun ora. O başım bu tarafa. Başım bu tarafa. Yok, hep perde. Yani qəbrə belə qoyulacaq. Ya Allah, kardeşler. Gelin bu tarafa arkaya keçin inşallah. Keçin arkaya. İnşallah namazını kılaq. Kardeşler. Müslüman kardeşimiz dünyasını dəyişib əvvəla bunu bilək. Bu dünya ilə insan var ki, yəni əməlləri bu dünyada qurtarmır. Dünyasını dəyişə bilər, amma əməlləri qurtarmır. Allah bizim də əməllərimizi, kitabımızı açıq eləsin inşallah ki, buradan da bizə yaxşı əməllər inşallah ora girsin. Qaydalardan biri də budur ki, bir müsəlmanı dəfn edəndə onu halallıq almaq lazımdır. Ola bilər ki, kiməsə borc ola bilər. Ola bilər ki, kiminsə qəlbinə dəyər, kiminsə incikliyi var. İndidəndən hər kəs öz halallığını verməlidir. Ona görə siz halal eləyin. Hamı desin ki, halal olsun. Əziyyətimiz nə eləmişiksə hamısı halal olsun. Bu ən əsas olan bir vacib məsələdir ki, halallıq olmalıdır. Estağfurullah Rabbi və atubu ileyh. Estağfurullah Rabbi və atubu ileyh. Estağfurullah Rabbi və atubu ileyh. Subhanallahi velhamdülillahi ve la ilahe illallah. Vallahu akbar. Zülcelali vel ikrami ve atubu ileyh. Subhanallahi velhamdülillahi ve la ilahe illallah. Vallahu akbar. Zülcelali vel ikrami ve atubu ileyh. Niyyət. Tula şəhərində yığışmışıq. Qəbristanlıqda hal-hazırda çəkilişimiz davam eləyir. Lənkəran rayonunun Xanbulaq kənd sakini, bizim doğmamız olan Məmmədov Rövşən Əliğoğlu Rusiyanın Ukrayna arasında apardığı xüsusi hərbi əməliyyatlarda şəhid olub. Bugün Tula şəhərində dəfn mərasiminə yığışmışıq. Rövşənin qohumları, kəndçiləri, dostları hamımız yığışmışıq. İndi kimin imkanı var gəlib. Hamınıza minnətdaram ki, gəlib burada iştirak edirsiniz və dəfn mərasimini, yəni bizim öz adət ənənələrimizə uyğun keçirdirsiniz. Allah rəhmət eləsin, Allah ailəsinə səbr versin. Xüsusilə Ağsaqqal Əliağa kişi Azərbaycandadır. Başsağlığı veririk ona. Və mən istəyərdim ki, bu Tulada yaşayanlardan kimsə danışsın. Şəhidimizin qardaşı da buradadır. Elşən, siz əkiz olmuşsunuz deyəsən rəhmətli ilə. Mən böyüyəm, birinci mənə o. Birinci. Bir-iki kəlmə danış ki, nə rəhmətli yaşında. Sağ olun ki, gəlmişsiniz. Əziyyət çəkmişsiniz, gəlmişsiniz. Hörmət eləmişsiniz. Axırıncı yola salmışsınız sonra. Çox sağ olun. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bizim Namiq qardaşımız mən istəyərəm danışsın. Namiq qardaşımız da döyüşçüdür. O da Donbasda bir yerdə olan qardaşlardandır. Namiq, buyur. Çox sağ ol. Mən də bütün qardaşlardan hamısına can sağlığı, zəhmət çəkib gəlmişsiniz. Allah sizi var eləsin. Bizim ən gözəl, ən yaxın mənim qonşum, böyük qardaşım. Həqiqətində qəhrəmancasına həlak olub. Yəni Sivyazım var, onun axırıncı günə kimi Sivyazım olub ondan. Həmişə də Sivyazda olmuşuq. Qəhrəman da biz ondan fəxr eləyə bilərik. Allah rəhmət eləsin. Qəbrin orada olsun. Onun yaxınlarına da baş sağlığı.
Səbir versin. Səbr. Bəli, bütün Rusiyada yaşayan bizim Azərbaycanlılar hamımız fəxr eləməliyik ki, bu oğlanlar biz indi yaşayırıq, rahat yaşayırıq. Bu torpağı qoruyurlar. İndi bizim buranın vətəndaşları, bizim vətənimizdir burada. Ona görə Rauf qardaş, sənin də bir kəlmə. Bizim yaxınımız, kəndçimiz, yəni bugün bura gələn insanlara da öz minnətdarlığımı bildirirəm. Rusiya vətəndaşı idi. Rusiyada yaşamağına baxmayaraq bizim kəndimizdə boya başa çatır. Allah rəhmət eləsin. Allah dünyasını versin. Hansı torpaqda yaşayırsan, dövlətdə yaşayırsan, o dövlətin qanunlarına getməliyik qardaş. Bəli. Bizim rəhmətli Rövşən qardaşımız da o qanunlarla gedib Rusiya uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub və o zirvəyə çatıb. Və bütün yaxınlarına, qohumlarına Allah səbir versin, Allah rəhmət eləsin. Allah dünyasını versin. Bura yığışan bu insanlara da öz minnətdarlığımı bildirirəm, sağ olsunlar, kəndçi olaraq, bir el olaraq bura yığışıblar. Allah rəhmət eləsin, Allah yaxınlarına səbir versin, Allah övladlarına can sağlığı versin. İlham qardaş, nəsə? Allah rəhmət eləsin. Allah yaxınlarına səbir versin. Çox sağ olun ki, gəlmisiniz. Mən də Tola şəhərində cəmiyyətin üzvlərindən biri olmaqla mən də baş sağlığı verirəm ailəsinə, yaxınlarına, əzizlərinə. Allah Taala rəhmət eləsin, o dünyasını versin inşallah. Allah səbir versin cəmiyyətimizə. Allah rəhmət eləsin. Kılan boyrağın şeyle ne canım? Tamam ne oldu geldi? Çemiyem de Allah koyunda. Demir bu ya. Dəmiri onun içindən salmaq. Bana şey bu. Bunun şeyle, mahtimle bağlı. Ya bana bakalım. وما كنا منزلين إن كانت إلا صيحة